Əla qəşəng bir şeydir də, yəni pulsuz şəkildə, gözəl şəkildə, yəni özü də çox rahat yazıblar bildiyin atributlarla. Gedib həmin library-ni işlədirsən. O bizim mouse'umuzdur. Mouse'u kimlər gedib işlətdisə, yoxlatsa bir dənə əlini qaldırsın. Onlara da baxım. Ona yazmaq, stres eləmək, onu yazmaq. Onu yazmaq, tamam, onu yazmaq. Run onu qoşarsan. Yazmaq yazmaq, tamam. Tamam, əsas saytdır, onu yazmaq. Tamam inşallah, gördüm. Əla, Austa qoşmusunuzsa qəşəngdir. Yəni saytın gözəl görünüşü. İndi biz gedək bir dənə saytımızdan davam eləyək. Deyə olsun bir dənə quruluşu, bir dənə bu skriptləri yapışdırırdıq, bir dənə linkini yapışdırırdıq. CDN və qutarıb gedirdi. Bir də burada atributlarımızı vururduq. Çox bir şey qalmırdı. İndi baxırıq saytımız açılır. Oba, o animasiya ilə zad açıldı əməlli başlı. İndi biz bu saytımıza bizdə nə əlavə olunası idi. Tamam, buraları aus, mouse və s. və əlaxır öyrəndik. Yəni biz dedik ki, gedək buradan bunun necə yazılmasını öyrənək, düzdürmü? Tamam. Dedik ki, bunun necə yazılmasını öyrənək. Bizdə də uşaqlar. Nə dedim? Demişdik ki, gedək bunun necə yazıldığını öyrənək. Bunun necə yazılması barədə hər hansı bir fikriniz var? Belə gözləyirəm maraqlı fikirləri. Nə deyərsiniz? Əl qaldı. Datalist vermiyorlar. Datalist olar. Sadəcə yəni mən şey olaraq necə yazılmasını deyirəm. Yəni funksional olaraq. Ariadna deyə gəlsin. Tam olarak aslında bilmem siz kimden çıktı? Mikrofondan hamımız bağlayın, bir nəfər danışsın da, o birisi nəfər. Tamam, hə, Ariadna de. Ben onu aslında düşündüm ki yani ne kadar yazmıştıksa onu da yayına yazmak olur. Ya. Main'i deyəndə. Yoksa soru değil mi? Soru neydi tam olarak? Bax, servisin üstünə gələndə bu hover menünün açılmağı. Bunun yazılışını soruşam. Təxmini də, məsəl üçün, üstünə gələndə nədir, məsəl üçün? Belə səndən davam edək. Ama aslında hover'dan vermiyor. Ay, sağ ol, sağ ol. Yəni, bunun zaten adı hover menü gedir. Üstünə gələndə nə deməkdir bizdə CSS-də? Tamam, bir daha aç. Mən bağlayayım mikrofon. Necə? Üstünə gələn... Səs yoxu verirdi ya. Üstünə, tamam. Üstünə gələndə nə deməkdir bizdə CSS-də? Üstünə gələndə. Elə hover'dı. Ay, sol, hover. Hover eləyəndə, məsəl üçün, buna nə deyə bilərsən? Tutaq ki, bir dənə, məsəl üçün, iddia. Normalda görünmür. Normalda nədir? Hover olunanda nədir? Yox, check it o inputlarda olur. Ay, sol, normalda display nandır. Hover olunanda? Display block. Yəni, ay, sol, yəni, prinsipi, display block, flex və s. və əlaxır. Yəni, bunun məntiqi sadədir uşaqlar. Yəni, çox da çətin bir şey deyil. Bunu biz burada home-dan götürək. Home olsun bizdə. Və gedib deyək ki, bizim tutaq ki, home'umuz, bu, mən də ID verirəm buna. Bu olsun hover menü. Hover menü və yaxud hover item deyə bilərsən buna. Tamam. Ümumiyyətlə hover menüdür. Hover item deyə bilərsən. Və tamam. Buyur. Rekord gedir. Rekord deyəsən gedir. Yes, gedir. Tamam. Hə. Və bunun içində də bir dənə nə yazarsan? Nə var? Nədir bu? Div, ilə deyə bilərsən da, yəni prinsipi. Ilə yazmırıq listlər üçün. Bunun içində bir dənə də li deyərsən. 3 dənə, tutaq ki, burada nə var? Food, catering, drink, nə bilim, beverage. Ondan sonra wedding, birthday. Tamam. Food, drink, beverage, beverages, nə bilim, wedding, nə bilim nəsə, wedding, nə bilim nəsə, hər nəsə qalsın belə, çox da önəmli deyil. Birthday imiş. İndi bunu verdikdən sonra biz qayıdıb deyirik ki, nə? Buna da bir ID təyin eləyərəm. Bu da nə olsun millət? Bu da olsun submenu. Yəni, bunun da adı olsun submenu. Yəni ki, bir alt menümüz, bir içdəki menümüz. İndi mən bunu olacaq məndə hansı ekranımda bu
prinsipi 768 pikseldən kiçikdə yoxsa böyükdə? Harda olacaq millət? Böyükdə. Ay sol böyükdə. Yəni statik olaraq bu birinci olaraq görünməyəcək əslində və 768 pikseldən böyükdə olacaq. Birinci gəlib deyirəm ki buna, birinci gəlib deyirəm ki buradan birbaşa olaraq sub menyunu display ilə eləyirəm buradan. ID sub menu bildiyin display mon eləyirəm. Harda? Bizdə yəni şeydə görsənməyəcək. Amma onu 768 pikseldə mən açmalıyam. Amma ki harda açmalıyam? Nə vaxt açmalıyam? Nə olanda açmalıyam? Nə olanda açmalıyam uşaqlar? Nə olanda açmalıyam? Hover olanda. Hover olanda. Arsol. İndidən amma ki biz display blok deyək, tutaq ki, blok da yox, flex deyək əslində. Flex daha gözəl olar sub menümüzə. Bunların içinə align itemsa da ehtiyac yoxdur çox. Background color deyərəm. Ağ, içinin color'ı zaten qaradır. Görək qaradım, yox qara deyil. İçinin color'ını qara eləyək, çünki yuxarıda color'ları ağ eləmişik. Bunu deyəndən sonra arasına bir qədər gəp verərsən, 10 piksel və s. və yaxud sub menyunun özünə bir qədər flex verərsən, buna da təxmini olaraq 10 piksel və s. və ilaxır. Ki hər tərəfdən 15 piksel desək də pis olmaz. Bunun border radiusu var, bir baxaq. Tamam, border radiusu var. Bir tık da border radius deyərsən ki, border radius 10 pikseldə sən tutarsan. Tamam. Bu qədər. Yəni başqa bir şey yox. Bir də flex direction təbii ki, flex direction-ı gəlib deyərəm ki, nə, kolum. Yes, baxın bizə bu lazımdır həqiqətən. Yəni buna basanda bu görsənsin. Food, nə bilim nə, drink beverage, feeding və s. və ilaxır. Ki bir qədər də bunun fontu, font sayısı böyükdür, çünki ümumi şeyin içindəkiləri artırmışıq. Bunu 16 pikselə çəksəm öz ölçüsünə. Nisbətən daha gözəl görsənər. Bizdə biraz font family də fərqlidir. Sans serifə oxşuyur. ISO. Yəni bu tərzdə eləsəm, məncə qəşəng görsənir, normal görsənir. İndi mən bunu yazmalıyam ki, bu üstünə gələndə açılmalıdır. Birinci olaraq, yəni bu hal-hazırda burada yer tutur. Niyə? Yəni bizdə bunun yer tutmalıdır da əslində, düzdürmü? Yer tutmalıdır. Biz bunun yeri tutmaması üçün, qabağa çıxması üçün nə verərik buna? Position absolute. Razıyam sizdən. Position verərsən, absolute verərsən. Oba. Tamam, bax bizə lazım olan bildiyimiz budur. Yəni və buna da hər dəfə, yəni buna görə hərəkət eləmək üçün mən normalda indi hal-hazırda sıxıb eləyəndə buranı bu qaça bilər. Bilmirəm qaçacaq, qaçmayacaq, amma qaça bilər. Hal-hazırda qaçmır, amma çünki bunların yeri dəyişmir, amma yeri dəyişsə qaça bilər. Yəni mən sizə önərərəm ki, bunu verəndə hover item-a da gedib nə verərsiniz? Yəni çöldəkinə, içəridəkinə absolute verəndə. Relative. Yes, razıyam. Position relativ ki, buna görə tənzimlənsin. Artıq sən bunun position-ı hədə biraz yuxarı qaldırın. Position yuxarıda olmağı gözəldir, əlzəmdir. Display-i də yuxarı qaldırın. Bunun artıq sən topuna gəlib deyə bilərsən ki, sən 100%lik məsafədəsən, yəni birbaşa olaraq. Bunun viti getdi hal-hazırda. Vitini özünüz tənzimləyə bilərsiniz. Çox da önəmli bir mövzu deyil. Məsəl üçün nə qədər deyək? Olsun 150 piksel desəm. Olar. Biraz da 100 minimum, əslində maksimum content desəm. Görüm. Maksimum content desəm artıq özü tənzimləyir. Bir qədər də bunu right-dan tənzimləyərəm. Desəm ki, right-dan tutaq ki, 50% yana gəl desəm, çox demiş olaram. Həqiqətən çox demiş olaram. Transform translate-lə də tənzimləmək olar, amma çox da önəmli deyil əslində. Right-dan yox, left-dən desəydim mənfi ilə daha belə qəşəng ola bilərdi, mənim açısımda. Yəni bunu özünüz artıq tənzimləyə bilərsiniz. Bu çox da önəmli bir şey deyil ki, right-dan da, left-dən də əslində bir dənə şey verə bilərik. Deyə bilərik ki, right 50% deyə bilərəm və transformdan translate x-i nə? Tamam.
Tamam. Buradan da 50% desəm. Ay sol. Bax, hal-hazırda fikir verin. Home olaraq Home'un tam belə mərkəzində gəlib dayanıb. Çünki niyə? Yəni mən burada right-dan buradan 50% verəndə, translate-dən də 50% verirəm, bunu itələyirəm. Və yaxud sən bura left yazsaydın, onda bura nə verəcəydin? Bir dənə deyin görüm. Nə verəcəydin? Mənfi 50%, bəli, aydındır. Düz. Bunları biraz da aralasaq, daha belə qəşəng görsənə bilər. Ay sol. İndi çox qəşəng. Bir dənə nə qaldı? Bizdə bunun neyniyəndə üstünə gələndə olmağı. Ay sol. Razıyam. Font weight. Buna da bir dənə raz bold moldu verək. Qəşəng görsəniz. Tamam. Hə, əla. Qaldı. Ay yox, bunun boldunu amma yığışdır da. Sən bold olma. Sənə denən ki, font weight initial. Tamam inşallah. Bunları artıq izah eləmirəm. Bunlar bildiyimiz şeylərdir. Bunun indi üstünə gələndə bizdə, yəni statik olaraq nə olmalıdır bu? Display flex olmamalıdır. Yəni ki, burada veriləni tutmalıdır. Display nano tutmalıdır. Fisyo. İndi biz buradan deməliyik ki, nəyə hover eləyəndə? Baxın deyin. Deyin. Submenu bizdə açılandı. Nəyə hover eləyəndə submenu açılmalıdır? Buradakı struktura baxın. Hover item. Sağ ol. Hover item. Hover item'a hover eləyəndə açılmalıdır məndə nə? Submenu. Sən açılasan hover item'a şey eləyəndə. Nə olasan? Nə olasan? Display block. Yəni flex verək ki, alt-alta da düşsün də. Düzdürmü? Hop. Tamam. Çətindir. Deyiləm. Deyil. Ondan sonra artıq bunun içindəkiləri tənzimləmək rahat bir şeydir. Submenunun içindəki. Bax, burada lilərdə, burada, oy. Mərdim azarlıq elədik. Bunun içində narıncı yazı olur. De gəlsin, biz də bunu düzəldək. Səsin, yəni, yüngül quyunun dibindən gəlir, ona görə başa düşə bilmirəm. De görək, bir də de. Deyək ki, bootstrapla eləyə bilərik bunu. Bootstrap'ın hover deyə bir klası var. Yox, Bootstrap'la eləyə bilməyəsən bunu. Bootstrap o qədər, necə deyim, klasslar barədə inkişaf eləmiş bir şey deyil. Amma mən sizə dediyim kimi, mən dedim ki, siz inşallah Bootstrap'ı gözəl öyrənsəz, mən sizə nə öyrədəcəm? Nə öyrədəcəm demişdim. Nə öyrədəcəm demişdim, Bootstrap'ı yaxşı öyrənsəz? Karuseli. Yox, demişdim ki, sizə Tailwind öyrədəcəm. Yadınıza düşdü? Dedim ki, Bootstrap'ı demişdim ki, Bootstrap'ı yaxşı öyrənsəz, sizə mən Tailwind öyrədəcəm. Yazam müəlliminizdən bir yerdə. Amma Tailwind'də onu eləmək olar. Bu niyə olmadı? Burada biz sintaksda nəsə səhvə yol verdik uşaqlar. Bir dənə fikir verin bura. Səhv var nəsə? Mən bilən yoxdur, belə yazılmalıydı. Bəlkə 2-də nə ilə yazılmalıydı? Yox. Düz yazmışıq mən bilən. Ən işarəsi qoyandan sonra 2 nöqtə qoymaq lazımdır. Ən 2 nöqtə sonra li yazmaq lazımdır. Hə, tamam. Olar. Bu şəkildə. Amma enddən sonra yox. Bizə necə eləmək lazımdır? End liyə, bax liyə, li açmalıyıq birinci burada. Bunu kəsilək. Mən biləm bax, birinci belə. Ay, li açmalıyıq birinci burada. Ondan sonra burada end qoymalıyıq. Bundan qoymalıyıq. Hover qoymalıyıq. Deyəsən bu şəkildə. Bir dənə baxaq görək. Yəni, bunu yazana qədər gedib çöldə də yaza bilərdik, amma yəni özümüzü biraz çətinə salmağı həmişə xoşdur. Bəli, bu şəkildə. İndi bunların da müəyyən qədər paddingi olsa burada ki, sizin paddingi onunla buradan yığışdırıram. Tamam.
Buradan yığışdırıram. Buradan üstdən saxlayıram biraz paddingi. 10 pikselin 0-a verirəm. Amma sizin paddingi də verirəm təxmini 3 pikselin nə qədər bilməm 5 pikselə və s. və ilaxır. Görək necə görsənir. Ay bax belə bir şey lazımdır mənə ki, rənglərin biraz şit görsənir, düzdür. O da bizim dizayn qabiliyyətimizin aşağı olmasından qaynaqlanmış olur. Yaxşıdır da yəni. Məncə pis deyil. Yəni qalanını özünüz tənzimləyə bilərsiniz. Müəyyən qədər bunun transitionu və s. var. Bizim bunun paddingi bizimkindən daha çoxdur. 10 pikselin 5 piksel. Bu 5 piksel də çox da ehtiyac yoxdur heç. Belə də olsa olar. Tamam. Yox, əslində ehtiyac var. 10 piksel verək. Bu burada qalsın. ISO. Hə, nisbətən. Müəyyən qədər də buna nə verək? Transition verək. Buna ol verək. Transition birinci 0.5-0.3 saniyə təxmin. 14 yaxşı. Hə, müəyyən qədər. Şu da yaxşıdır inşallah, yəni bu qədər. Yaxşı, indi bizdə belə bir məsələ var ki, yəni siz görmüş olarsınız ki, hover menyular bəzən bura bitişik olmur. Yəni buradan müəyyən qədər aralı olurlar da. Yəni görmüsünüz elə bir şey. Yəni ki, biz necə sub menyumuz məndə tutaq ki, yuxarıdan biraz Çox aşağıda olur. Biraz da yəni bax belə bir şey olur da, biraz aşağıda və yaxud nə bilim 20 piksel aşağıda. Yəni bax belə bir şey də. Yəni dibində açılmır elə olur. Yəni bilim belə vəziyyət olsa, yəni belə görünüş olsa nə edərsiniz? Burada bilirsiniz nə problem var artıq mənim? Belə bir şey. Yəni qaçır tutanmırsan da. Yəni nə qədər də belə hop sürətdə eləsən, hop yəni gedir. Bunu tuta bilmirik. Yəni bunu necə həll edərik? Bunu həll eləməyin yolu uşaqlar. Sizdən gözləmirəm bunu həll eləməyi. Amma ki belə yəni fikirlərinizi irəli sürə bilərsiniz. Label olar. Yəni ki, ya biz bunların arasına bir div soxuşdurmalıyıq, bir dənə, yəni element soxuşdurmalıyıq ki, yəni eyni zamanda ona da hover eləyəndə açılsın ki, o biraz əndirabadi yoldur. Ən gözəl yol bilirsiniz nədir? Bunu müəyyən qədər adda olanda bura dəyməyib limin ölçüsünü artırmaqdır. Yəni ki, sənin burada hover item'ın var. Bunun height'ını sən məsəl üçün öz ölçüsünün 150% boyda eləyirsən. Tamam. Və bax, görsən, böyükdür müəyyən qədər. Görsən? Və yəni prinsipi onun height'ı bura qədər davam eləyirsə, biz ona yəni buna hover eləyəndə, bura hover eləyəndə, buna hover eləmiş olmuruq. Yəni öz height'ı da öz elementidir. Yəni artıq bu problemim yığışmış olur. Başa düşdünüz tema nədir? Bəli. İndi də bunu niyə? Tamam, hə. Onu da indi bunu da niyə indi belə eləyirlər? Yəni dəli zadıq, bunu biraz aşağı salaq da, yəni qalmışdı da yuxarıda. Deyərsiniz, yox dəli deyilik. Yəni biz bura baxanda Colorlib-ə bunu görürük ki, burada bir dənə beylənti bir şey var, əndirabadi. Görürsüz? Bunu sizə necə qoyublar bura? Before after'la. Sağ ol. Gözəl yöntəm. Əla. Before-la qoymaq olar. Bax bunu biraz əlləşdirsəz, bax görsəz, bax burada siz çıxıntını görürsüz bu. Görünür. Bu çıxıntı bunun ayrı bir div olduğunu göstərir. Yəni ki, bu konkret olaraq ayrı bir elementdir. İçində ayrı bir element təyin edə bilərsiniz və yaxud, yəni orada element təyin edilənə qədər birbaşa olaraq before-u kim dedi? Faris sən dedin, yoxsa Əli sən dedin? ISO Faris dedi. Yəni birbaşa olaraq, bəli, before-la yazmamız çox məntiqlidir. Yəni ki, sub menyumuzun hər halda, yəni bunun before-la yazarıq da, düzdürmü? Düzdür uşaqlar. Səhvim varsa deyin. Bura gələrsən, buna bir dənə pseudo class verərsən ki, səndən əvvəl də bir şey olacaq. Yəni biz hər hansısa bir bu pseudo class-dan before after təyin ediriksə, birinci bunun nə olmalıdır? Nə olmalıdır millət? Ən birinci CSS property'si. Nə olmalıdır? Tez eləyin cavab verin. Content. Yes. Content. Content. Burada bir dənə boşluq qoyuruq bizə, çünki buna ehtiyac yoxdur. Tamam. Və bunun millət üçbucaq düzəltmək üçün CSS-də belə qəribə bir üsul var.
Video height-ı sıfırlayırıq, boş veririk. Yəni position absolute veririk. Bunu müəyyən qədər yuxarı qaldırmalıyıq. Və gəlin width height hələlik verək. 10 piksel, 10 piksel. Sizə bir şey göstərəcəm. İndi görüm yadımda qalıbmı? İndi hələ bunu bir yuxarı qaldırmalıyıq. Biz bundan əvvəl bir element olmalıdır. Content də yoxdur hal-hazırda bunun içində. Buna gəlib deyərəm ki, sən topdan tutaq ki, mənfi 20 pikseldə dayanmısan da. Deyən görək harada görsənir bu. Hal-hazırda görsənmir çox da. Top 0-da desəm, bunun background color versəm buna ki, tutaq ki, sən qarsan. Tamam. Oba, deyə burada dayanıbdır. Bax, burada dayanıbdır. Və amma position absolute. Sən bundan biraz qırağa çıxmalısan. Nə qədər çıxmalısan? Yəni ki, top mənfi, tutaq ki, 20 pikseldə. Yəni, baxaram, az oldu. Yəni, 10 piksel. Hə, və buradan leftdən də dayanasan və tutalım ki, 30 piksel. Əla, yəni təxmini. Yes, yəni burada. İndi bunu üçbucaq formasında necə eləyirik? Belə bir qaydam var. Tamam. Hələ ki soruşmayın niyə. İndi görəsiniz. Mən, yəni bunu nəylə, elementin nəylə bükę bilirsiniz? Transform rotate verə bilərik. Ağ rəngdə edib background sonra. Yox, başım bıraq. Ya iki şey öyrədəcəm sizə. Bir bundan ayrılırsa, bax, transform rotate. Rotate eləyib, yaxşı söhbətdir əslində. Bildim, rotate eləyib bunun yarısını bura vermək kimi bir. Elə bir şey. Ayda çox maraqlıdır. Ömrü boyu yoxlamamışam, amma çox qəşəng fikirdir. İnanılmaz qəşəng fikirdir. Rotate. Prinsipi biz bunu 4də 1 çöndərməliyik. 80. 45 dərəcədə. Nə? Yox, 90 dərəcə çöndərməliyik məncə bunu. 90 dərəcə çöndərməliyik. 45. Əminsiz? 45. 45 dec. Ola bilər. Baxaq. Düz deyirsən. Transform. Ayda yaxşı üsuldur bu. Top. Mən fon demərəm artıq. Mən tutaq ki 5 piksel deyim. Olarmı? Olar. Niyə olmur? Niyə də olmasın ki? Gözəl üsuldur. Tamam. Yaza bilərsiniz. Polnu. Düppədüz. Alın bunu. İkinci üsul bunu border radiuslarla eləmək idi. Ki, border radiuslarla artıq müəyyən qədər ölçüsünü də tənzimləyə bilirdiniz. İndi bir dənə yazırsınız ki, buradan sadəcə bunun border radiusu. Amma bunda səhv eləmirəmsə, mənim dəqiq yadımda qalıbsa, width və height-ı 0 yazıyorduk. Yəni 10 piksel 10 piksel eləmirdik. Bu width heightlarımız qalsın burada, onlara dəymirəm. Buradan bir dənə əlavə width height yazaq. Bunu da qaldıraq ki, bu birinci üsulumuz idi. Border radiusu bir təxmini üçbucaq. Məsəl üçün birinci sağı sol verdik. Amma ki border radiusun border belə verməliyik. Border left verməliyik birinci. Ki müəyyən qədər 7 piksel. Bir də border right verməliyik ki, bu da təxmini 7 piksel və yaxud 8 piksel. Ürəyimiz nə istəyir təxmini olaraq. Və bir dənə təxmini üçbucaq ölçülərini tutuzdurmağa çalışın da. Yəni üçbucaq qanunu tutuzdurmağa çalışın ki, yəni özünüz bilirsiniz də, yan ölçülər toplayanda olmalıdır. Border bottom. Bilməm nə qədər önəmi var, olmaz onun. Bir də ki, burada biz solid verməliyəm və bunu transparent verəcəm. Bu ikisini. Ki, bu yandakılar görsənməsin. Amma bunu ağ verəcəm. Aydın oldu. Bu şəkildə verəndə baxırdıq ki, heç bir şey alınmır. Onda deməli səhv yadıma qalıb. Hər hansısa bir şey oldu. Yox. Niyə olmadı? Bilmirəm ki. Transparent, white. Nəyi səhv yazmışıq? Belə bir şey olmalıydı. White.
Nə bilim, nə. Sən biraz yuxarı qalx, səni tam olaraq görək. Ki, necəsən? Yox, amma bunları transparent olaraq götürmədi. Left, right. Tamam. Solid, transparent, solid, light. Aslında pis deyil. Bir dənə gəlin şeyə baxaq. Bir dənə soruşaq. Görək düzdürmü, düz deyilmi? Tamam. Limon background color altı deyənə 400 uzaqlı kimi görünəcəkdir. Background color vermişəm buna. Yes. Bundan ola bilər ha. Baxın. Düzəldi. ChatGPT ehtiyac olmadı. Bizə kim idi? Ayxan sən idin. Bəli. Ayxan sağ olsun ChatGPT kimi. Düzdür. Background color verməmişəm. Background color vermişəm. Onu verməməli idim. Baxın. Yes. Düzdür. Bu yadımdan çıxıb. Bunu görməyə görə qoymuşduq. O da qalsın burada. Bu şəkildə də eləyə bilərsiniz. Artıq sizə hansı uyğundursa, onu eləyə bilərsiniz. Ki, rotate üsulum da çox yaxşıdır əslində. Bunun bir dənə də artısı var. 6, 7, 8. Bu şəkildə eləyəndə artıq bir qədər, məsələn, üçbucağın enini və s. də özünüz tənzimləyə bilərsiniz ki, məsəl üçün bunu 16, bunu 16 eləsək, prinsipi yan tərəfləri artırmış olur da, baxın. Müəyyən qədər genişləndirik və yaxud bunu 16, bunu 8 saxlasan, belə bir görüntü, ya tam tərsinə. Aydın oldu nə demək istədiyim? Tamam, bunu müəyyən qədər daraltsan, 5 pikselli eləsən, bu belə yox, məsəl üçün artırsan 20 pikselli eləsən, müəyyən qədər daha dar, başa düşdünüz? Yəni, bu şəkildə əlinizlə tənzimləyə bilərsiniz. Buradan biraz görünür, çünki yeşətmişəm altdan, padding bottom. Bunu artıq yekələndə biraz da yuxarı qaldırın istəyirsiniz. Mənfi 8-sə, mənfi 10 piksel və s. və ilaxır. Artıq necə istəyirsiniz edin. Bəlkə davul səs salın. Bu şəkildə. Və artıq gül kimi bunlar gözəl qəşəng şəkildə görünmüş olacaq. Bundan əlavə bunun bir yolu da var, millət. Burada hal-hazırda ehtiyac deyil əslində. Görün, burada hər hansısa bir onu tələb edən bir şey varmı? Bu saytımızda. Sizə göstərim. Saytımız hal-hazırda niyəsə az görsənir. Normal görsənir. Əslində yoxdur. Amma ki, bu elementlərimizə shape vermək üçün bunu da göstərim da sizə sonraya qalmasın. Sonra zaten çox işimiz olur. Məsələn, burada bir dənə bunu başa düşdünüz. Yəni, hover menu söhbətini. İçəridəki, nə bilim, bunları onsuz da bilirsiniz. Bunun hover'ını bilirsiniz. Bunun üçbucağını, before'unu, after'ını və s. Başa düşdünüz hamınız. Başa düşdünüzsə, mənə bir dənə, yəni həmişəki kimi like-dan, ürəkdən, əl qaldırmaqdan, ürəyiniz nə istəyir eləyə bilərsiniz. Ki, mən bir dənə görürüm. Baxın. Nə gözəl. Mən də qoyum. Əla uşaqlar. Super. Bir dənə də bizdə, məsəl üçün, belə bir şey ola bilər. Məsəl üçün, burada hansısa bizim bir qutu kimi bir divimiz var və buna gəlin bir dənə ID verək, elə deyək ki, qutu. Sən buradasan, sən gəl qutu, bayama, nə yazdıq bura? Width 50%, height 50%, 50 piksel daha doğrusu və yaxud 150-250 piksel ürəyiniz nə istəsə verə bilərsiniz. Burada bizim var Clippy deyə CSS, Clip Pass idi daha doğrusu adı. Mən Clip yazdım. Click Pass Maker deyə burada çıxdı. CSS Clip Pass. Budur mu? Baxın, yes. Baxın, belə bir saytımız var uşaqlar. Bu bizdə görkəm verməkdən ötürüdür. Bir dəqiqə uşaqlar. Bir dəqiqə. Gəldim millət. Bizdə belə bir saytımız var. Bu saytımız istifadə olunur. Bizdə həmin divlərimizə, boxlarımıza və s. shape verməkdən ötürü. Yəni ki, müəyyən şəkil verməkdən ötürü. Yəni sən bunu buradan bax, elə məsəl üçün bu triangle eləmək istəyirsən, gəlirsən bunu buradan kopyalayırsan. Bizim hal-hazırda burada baxırıq ki, bax burada həmin divimiz durub desəm, yox, durmayıb. Çünki bir background color da verək də bundan. Background color verək ki, bundan. Deyək bundan.
Millət. Xeyirdim bura belə düşməkdən. Burada bizim şeyimiz var idi. Nəyimiz var idi menyuda? Bunun altına sal. Altına sal. Tamam. Tamam. Deyək ki, bu şəkildə dayanıb burada. Okey. Mərcin. Yuxarıda şey var imiş. Bu arasına qoymuşduq. Əyrimsən. Hə. Ay sağ ol. Ondan var. Bunu gəlib məsəl üçün bura salanda klippəsi nə olur bu? Üçbucaq şəklində və bunu istədiyiniz kimi tənzimləyə bilirsiniz. Məsəl üçün belə eləyə bilirsiniz. Bunu gəlib yazıb bunu buradan belə eləyə bilirsiniz və o gedir sizin verdiyiniz sizin verdiyiniz şeyi alır. Və buradan ürəyiniz istəyən şey verə bilər. Məsəl üçün burada nə oktagon nə message zad və s. belə axır. Və bunu özünüz gördüyünüz kimi buradan tənzimləyə bilirsiniz. Gəlib buradan bunu buradan yazsaz bu şəkildə gəlib görəsiniz ki, bu şəkil alın. Bunu da vurun yaddaşa. Bunun hətta şeyini götürürəm, kontrol C eləyirəm. Bunu sizə qrupdan atacağam. Aydın oldu. Bunu da başa düşdünüz uşaqlar. Bir dənə də görmür rəhləri. Düşdüsə. Əla, süper. Tamam. Başqa hər hansısa bir sualınız. Mənim boynuma düşən sizə bunu izah eləmək idi. Ondan sonra həmin digər açılan checkbox-dan açılan menüyü izah eləmək idi və s. və ilaxır. İndi sizin üstünüzə düşəndə gedirsiniz bu hover menünü üçbucağı ilə bərabər mən dediyim şəkildə yazırsınız. Bu hissəni tamamlayırsınız, bu hissəni tamamlayırsınız. Tamamlayanlar bu hissəni tamamlayırsınız, restoran hissəsini. Burada dayanırsınız, special menüdə dayanırsınız və ürəyiniz hansını istəyir? Hansı maraqlıdırsa ondan. Tamam. Ürəyiniz. Mən elə 3 dənə üsul dedim ki, sizə rahat olan üsul seçin. Yəni vəziyyətə görə, məsəl üçün biz hal-hazırda baxdıq ki, bu üsul daha yaxşı idi. Kim demişdi yadımdan çıxdı. Bu üsul məsələn rotate üsulu, rotate üsulu biz baxdıq ki, daha yaxşı idi. Məsəl üçün sən ondan eləyə bilərsən. Kimə rahatdır buradan ClickPass-dən birbaşa götürüb bunu məsəl üçün üçbucaq şəklində eləmək onu. Getsin ondan eləsin, çox da fərqi yoxdur. Kim istəyir ki, özünə uyğun bir üçbucaq qursun, bu şəkildə eləsin. Yəni qutardı, getdi. Başqa? Hər hansısa bir sualınız var uşaqlar? Bir də dediyim kimi bura qədər yazırsınız, bura qədər special menyuya qədər yazırsınız və bu gün bootstrap keçdiniz, elementlərini bootstrapın. Bəli. Slider götürməyi keçmisiniz bootstrapdan. Bəli. Bunun yerinə slider qoyasınız. Bir də taskınız budur. Yaxşı. Soruşa bilərsən. Artıq rekordu dayandırım.